Azerbaycan, Azerbaycan. Ey qəhrəman övladın şanlı vətəni, səndən ötürü can verməyə cümlə hazırız. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıbdır. Ağlasam məndən çıxır. Hamının bir planı var idi, istəyi var idi. Hamısı zarafatçıl idi, cavan idi. Və bugün nəsə deyib, sabah onlar olmadılar. Bir axırıncı dəfə özümü göstərim. Öpürəm. Allah uzaq eləsin. Yəni ki, nəsə də bir şey olsa, vətən bu videoya baxanlara əmanət olacaq. Biz səmədə nətər idi? Ana, atam, qurban sizə. Mən bir ömür həmişə, bəlkə demişəm, deməmişəm, bilmirəm. Bir ömür həmişə istəmişəm, siz mənə fəxr eləyəsiniz. Həyatdır, qismət. Bəlkə də belə yaxşı edir, bəlkə də yox, amma Allah bilən məsləhətdir. Bəxtimizə nə yazıb odur. Qismətdən də qaçmaq olmur. Biz bu torpaq üçün yarandıq, bu torpaq üçün öləcəyik. Allah hamımızın köməyi olsun. Bu yolda şəhid olaraq dönməliyik inşallah. Dönməyəcəyik də. Salam eləməz. Salam mama. Necəsiz, özünüzə yaxşı baxın. Bunun həmsinə ola bilsin, axırıncı danışıq olur. Məni unutmayın. Namusumu, qeyrətimi qorumaq üçün gedirəm. Sizlər üçün gedirəm, bəsməm üçün gedirəm. Hər şeyi sizə tapşırıq edirəm. Özünüzü qoruyun, özünüzdən müğayyət olun. Sağ olun.
Tokmayak tepe diyor aşıkine. Oluptur her zaman göz Qarabağda hayman. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü.